Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. DOSTV-nin efirində yenidən xoş gördük. Dövlət Məşğulluq Agentliyi ilə DOSTV-nin birgə layihəsi olan İş Saatını izləyirsiniz. Çox maraqlı bir mövzumuz və ən son xəbərlərimiz ilə qarşınızdayıq. Bugün İş Saatında 2 yeni məşğulluq tədbiri barədə danışacağıq. Məqsədli proqramlar və kvotadan əlavə iş yerləri. Qonağımızla birgə bu barədə söhbətimiz olacaq. Kimlər üçündür, kimlər müraciət edə bilər? Bu barədə bütün suallarımızı qonağımız cavablandıracaq. Bəs geridə qoyduğumuz həftə ərzində nələr baş verib? Laçın rayonunda növbəti əmək yarmarkası keçiriləcək. Qarabağ Peşə Hazırlığı Mərkəzində Milli Kulinariya Assosiasiyası ilə birgə peşə kursu təşkil olunub. Xocalıda özünü məşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edilib. Daha ətraflı həftənin xəbər xilasəsində. Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən Peşəfest 2025-in Bakıda yekun tədbiri keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, təhsil müəssisələrindən rəhbər şəxslər, yeniyetmə və gənclər iştirak ediblər. Qeyd edək ki, Peşəfest 2025 layihəsinə ötən ay Astarada başlanıb və ümumilikdə tədbirə 80 minədək iştirakçı qatılıb. Dövlət Məşğulluq Agentliyi Xocalı rayonunda özünü məşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlara mediatur təşkil edib. Mediatur iştirakçılarına işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərlə bağlı agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib. Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 6360 nəfərə yaxın şəxsin məşğulluğu təmin olunub. Onlardan 518 nəfər üçün özünü məşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Xocalı rayonuna köçürülmüş sakinlərdən isə artıq 130 nəfər özünü məşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatlarını yaradıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın şəhərində növbəti əmək yarmarkası keçiriləcək. Tədbir 29 oktyabr 2025-ci il tarixdə saat 11:00-da Laçın şəhərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Laçın İstirahət kompleksində təşkil olunacaq. Yarmarkada 20 işə götürən tərəfindən mühəndis-mexanik, baş mühasib, sürücü, aşpaz, qazanxana operatoru, nasos qurğularının maşinisti, yanğınsöndürən xilasedici və sair iş yerləri üzrə 121 vakansiya təqdim ediləcək. Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının əməkdaşlığı ilə aşpaz peşəsi üzrə hazırlıq kursuna başlanıb. Kursa 20 müdavim cəlb edilib. 2 ay davam edəcək kursda peşəkar aşpazlar öz bilik və təcrübələrini müdavimlərlə bölüşəcəklər. Kursun məqsədi regionda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə bu sahədə peşəkar kadrlarla olan tələbin qarşılanması və işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələrinə dəstək göstərməkdir. Ötən həftə regional məşğulluq filialları üçün də məhsuldar olub deyə bilərik. İşə götürənlərlə görüşlər, yeni əməkdaşlıqlar, peşə kurslarının icrası və s. Ümumilikdə 20-24 oktyabr tarixlərində 30-dan çox tədbir keçirilib.
İşğaldan azad olunmuş ərazilərimizdə də məşğulluq tədbirlərinin icrası davam edir. Şərqi Zəngəzur Regional Məşğulluq Filialının nümayəndələri keçmiş məcburi köçkünlərlə görüşərək onların məşğulluq imkanlarını qiymətləndiriblər. Qarabağ Regional Məşğulluq Filialı tərəfindən isə həftə ərzində müxtəlif sektorlardan olan işə götürənlərlə görüşlər keçirilib. Ətraflı izləyək. Qarabağ Regional Məşğulluq Filialı ilə Ağdərədə fəaliyyət göstərən Azərenerji Açıq Səhmdar Cəmiyyəti və 54 sayılı Xocalı Yol İstismar İdarəsinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Qarabağ Regional Məşğulluq Filialı ilə Ağdam Sənaye Parkında fəaliyyət göstərən Az İstehsal və El Elektrik MMC-nin nümayəndələri arasında görüşlər olub. Görüşlərdə birgə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb. Filial tərəfindən həmçinin Ağdamda fəaliyyət göstərən Elta Development Qapalı Səhmdar Cəmiyyəti və İMA Enerji Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri arasında da görüşlər keçirilib. Görüşlərdə birgə əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı tərəfindən Gəncədə yerləşən Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbdə peşəgönüllü məsləhət xidməti həyata keçirilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı tərəfindən Qubadlı rayonundan olan keçmiş məcburi köçkünlərlə görüş keçirilib. Görüşdə hər bir vətəndaşın məşğulluq imkanları qiymətləndirilib, mövcud iş imkanları araşdırılıb. Qarabağ Regional Məşğulluq Filialı, Qarabağ Peşə Hazırlığı Mərkəzi və Ağdamda fəaliyyət göstərən Zəfər Bağları MMC-nin əməkdaşlığı ilə təşkil olunacaq geniş profilli traktorçu maşinist, təmirçi çilingər peşəsi üzrə hazırlıq kurslarına müdavimlərin seçimi aparılıb. Qarabağ Regional Məşğulluq Filialı, Qarabağ Peşə Hazırlığı Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə aşpaz peşəsi üzrə hazırlıq kursuna başlanıb. Kursun məqsədi regionda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu sahədə peşəkar kadrları olan tələbin qarşılanmasıdır. Ağdam şəhəri Quzanlı qəsəbəsində isə Bokt International Açıq Səhmdar Cəmiyyətinin bazasında kompüter operatoru peşəsi üzrə hazırlıq kursuna başlanıb. Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri Xankəndidə təşkil olunmuş Turizm Dəyər Zənciri üzrə şəbəkələşmə adlı seminar tədbirdə iştirak ediblər. Tədbirdə iştirakçılara Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, işğaldan azad olunmuş ərazilərdə icra olunan məşğulluq tədbirləri barədə məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Davam edirik. Qeyd elədiyim kimi, Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial həssas qrupların məşğulluğuna dəstək məqsədi ilə yeni proqramlara start verilib. Məqsədli proqramlar və kvotadan əlavə iş yerləri. Bu proqramların icrası necə həyata keçiriləcək? Kimlər müraciət eləyə bilər? Hər iki aktiv məşğulluq tədbiri ilə bağlı bir süjetimiz var. İzləyək, daha sonra qonağımızla söhbətimiz olacaq. Dövlət Məşğulluq Agentliyi məqsədli proqramların həyata keçirilməsi ilə bağlı işə götürənlər üçün müsabiqə elan edib. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu dəstəkləmək məqsədi ilə təşkil olunan bu proqramda işə götürənlər müsabiqədə iştirak edəcəklər. Məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işə götürənlər bu kateqoriyaya aid şəxslər üçün iş yerləri yarada biləcək və həmin xərclərin 75%-dəki hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək. Qalan hissə isə işə götürən tərəfindən qarşılanacaq. Müsabiqədə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, 20 yaşadək gənclər və bir və ya daha çox uşağını tək başına böyüdən valideynlər, çoxuşaqlı ailələr, əlilliyi olan uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəza çəkmə yerlərindən azad olunan və keçmiş məcburi köçkünlər iştirak edə bilərlər. Eyni zamanda agentlik kvotadan əlavə yaradılan iş yerləri üzrə əmək haqqının maliyyələşdirilməsi proqramına da start verib. Bu proqram sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunu artırmaq məqsədi ilə kvotadan əlavə iş yerləri yaratmaq istəyən işə götürənlər üçün nəzərdə tutulur. Agentliyin və ya dost mərkəzlərinin göndərişi ilə bu proqram üzrə işə qəbul edilən və azı 2 illik müddətə əmək müqaviləsi bağlayan şəxslərin əmək haqqı
işsizlikdən sığorta vəsaiti hesabına ödəniləcək. Proqramda bütün mülkiyyət və təşkilati hüquq formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar iştirak edə bilərlər. Müraciətlərə 15 iş günü ərzində baxılaraq qərar qəbul ediləcək. Vətəndaşların məşğulluq imkanlarının genişlənməsinə xidmət edən bu proqramlarda iştirak etmək istəyən işə götürənlər agentliyin rəsmi saytında yerləşdirilən link vasitəsilə müraciət edə bilərlər. Efirimiz davam edir, hörmətli tamaşaçılar. Süjetimizi izlədik. İndi isə həm məqsədli proqramlar, həm də kvotadan əlavə iş yerləri ilə bağlı daha ətraflı qonağımızla birgə müzakirəmiz olacaq. Və iş saatının bugünkü qonağı Dövlət Məşğulluq Agentliyinin Sosial Tərəfdaşlarla İş Departamentinin müdiri Salih Həsənovdur. Xoş gördük sizi. Salih müəllim, xoş gəlmisiniz. Xoş gördük Əsmər xanım. Təşəkkür edirəm dəvətiniz üçün. Biz təşəkkür edirik. Qeyd elədiyimiz kimi 2 yeni məşğulluq tədbirinin icrasına start verilib və hər iki proqram üzrə hazırda qeydiyyat mərhələsi belə deyə gedir. İstəyirəm ki, ilk olaraq məqsədli proqramlardan danışaq. Məqsədli proqramlar üzrə müsabiqənin mahiyyəti nədən ibarətdir? İlk olaraq məqsədli proqram haqqında danışsaq, məqsədli proqram ümumiyyətlə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün iş yerinin yaradılması haqqında qanunla tənzimlənən formada müvafiq icra hakimiyyəti orqanının icbari sığorta vəsaiti hesabına maliyyələşdirməsi nəzərdə tutulan aktiv məşğulluq tədbiridir. Bu tədbirin əsas məqsədi işə götürənlərlə qarşılıqlı əməkdaşlıq sahəsində onlara yeni iş yerlərinin yaradılması xərclərinin 75%-ə qədərini Dövlət Məşğulluq Agentliyi tərəfindən, ən azı 25%-ni isə işə götürən tərəfindən qarşılanmaqla yeni iş yerlərinin yaradılması və bu sadaladığımız və dediyimiz sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin işinə təmin olunması məqsədini daşıyır. Məqsədli proqramlar üzrə qeyd elədiyimiz kimi hazırda müsabiqə gedir və qəbul edilir müraciətlər. Bu ümumiyyətlə düşünürəm ki, işə götürənlər üçün də yeni bir proqramdır. Ona görə biraz ətraflı məlumat verək ki, kimlər müraciət edə bilər və onların müraciətləri üçün eyni zamanda seçimi üçün hansı şərtlər müəyyən olunub? Müraciət qaydaları çox sadədir. Əslində biz artıq bunu ictimaiyyətə elan eləmişik, müraciət formasını və bir də müraciət qaydaları var. Hansı formada kimlər müraciət edə bilərlər buna. Son bir il ərzində işçi sayını azaltmayan və ixtisar etməyən, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən və vergi və digər icbari ödənişlərinə öhdəliyi olmayan, boş iş yerlərini vakansiya bankında bəyan edən və bir də iqtisadi fəaliyyət növü onların kənd təsərrüfatı, balıqçılıq sənayesi, meşə təsərrüfatı, emal sənayesi, ticarət avtomobillərinin təmiri, yük və motosiklet təmiri formatında, yaşayış və ictimai iaşə və incəsənət sahəsi, iqtisadi fəaliyyət növlü şirkətlərin, işə götürənlərin müraciətləri qəbul olunur. Burada istisna yalnız dövlət və bələdiyyə orqanlarının və onların zərf payı, bu qurumların zərf payına nəzarət etdiyi işə götürənlər istisna, hər kəs müraciət edə bilər və onların bu dəqiqə üçün, yəni müraciət formatında artıq açıqdır və onlar müəyyən olmuş artıq Dövlət Məşğulluq Agentliyi saytında da elanı getmiş, həmin link üzərindən müraciət edərək bu müvafiq məlumatları dolduraraq müsabiqəyə qoşula bilərlər. Siz qeyd elədiniz iqtisadi fəaliyyət növlərini. Burada əslində siyahı genişdir deyə bilərik. Sadəcə olaraq məndə bir sual yarandı ki, bu iqtisadi fəaliyyət növləri, məsələn, bir də müsabiqə elan olunanda dəyişə bilərmi, yoxsa bu dəyişməzdimi, konkretdirmi? Xeyr, hazırki qərarla yalnız ilk olaraq bu iqtisadi fəaliyyət növlərini, sadaladığımız iqtisadi fəaliyyət növlərini əsas götürərək başlamışıq. Bundan sonraki etaplarda, mərhələlərdə biz bunları genişləndirməyi nəzərdə tuturuq. Əla. Deməli, Salih müəllim, bu qeydiyyat prosesi başa çatandan sonra bir də var seçim mərhələsi. Maraqlıdır ki, bu seçim prosesi necə həyata keçiriləcək? Qiymətləndirilməsi, yəni bu müsabiqəyə müraciət edən şəxslər. Müsabiqəyə qiymətləndirilmə bütün məqsədli proqramların təlimatları ilə həyata keçirilir. Amma bundan əlavə də xüsusi sosial müdafiə xüsusi ehtiyacı olan şəxslər, işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün dayanıqlı iş yerlərini xüsusən vurğulamaq istəyirik ki, yaradan və bu sahədə xüsusi ehtiyac, daha çox ehtiyac olan peşələrlə bağlı təqdim eləyən
işə götürənlərin müsabiqədə imkanları, şansları daha çox dəyərləndiriləcək və bu komissiya tərəfindən, seçilmiş komissiya tərəfindən təsdiq olunacaqdır. Sual yaranır ki, bu ola bilər ki, işə götürənlərdə də yaranmış bir sual olsun ki, məqsədli proqramlarda iştirak eləmək işə götürənə nə qazandırır? Vətəndaş üçün faydasını bildiyi, işə düzəlməkdə çətinlik çəkən şəxslərin burada əsas məqsəd ondan ibarətdir ki, məşğulluğuna dəstək olunsun və onlar üçün dayanıqlı bir iş yeri yaradılsın. Bəs işə götürən üçün faydası nə olacaq? İşə götürən üçün bu çox yaxşı bir şansdır ki, o öz biznesini daha genişləndirsin. Bunun üçün Dövlət Məşğulluq Agentliyi həmin sahələr üzrə bayaq sadaladığım kənd təsərrüfatı sahəsindən tutmuş, digərlər emal sənayesi, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri sahəsi və s. bununla bağlı hər bir iş yeri üçün 12.000 manatdan 20.000 manata qədər olan hər bir sahə üzrə ayrılmış məbləğləri maliyyələşdirə bilir ki, bu da həmin işə götürənlərin yeni iş yerlərini təşkili zamanı hər hansı bir xərcinin 75% qədərini Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi ilə bir növ belə deyək, daha qazanclı çıxmış olur və biznesini həm də genişləndirmiş olur. Bu həm də bir növ korporativ sosial məsuliyyətinə də saymaq olar bu layihəni ki, onlar işə düzəlməkdə çətinlik çəkən şəxslərin işə cəlb olunmasına daha imkan yaratmış olurlar. Həmin işə qəbul olacaq şəxslər, deyək ki, bu iş yeri yaradıldı artıq, fəaliyyət göstərir, aktivdir. Həmin iş yerinə işə qəbul olunacaq şəxslərin göndərişi Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçiriləcək, eyni zamanda həmin namizədlərin seçimi. Həmin namizədlərin göndərişi, bəli, Dövlət Məşğulluq Agentliyində artıq bir baza formalaşıb. Hansı ki, bu kimi şəxslər, yəni bu kateqoriyaya daxil olan şəxslər davamlı olaraq Dövlət Məşğulluq Agentliyinin bazasında qeydiyyatdan keçirirlər və biz də onların daha çox işlə təmin olunmasında maraqlıyıq. Onların əmək bazarının inteqrasiyasında maraqlıyıq və həyata keçirdiyimiz addımlarda məhz həmin şəxslərin işlə təmin olunması və əmək bazarına bir daha və ya ilk dəfə olaraq inteqrasiyasını nəzərdə tutur. Əla. Təşəkkür edirəm məlumat üçün. Digər bir proqram kvotadan əlavə iş yerləridir və hazırda kvotadan əlavə iş yerlərinin maliyyələşdirilməsi proqramı üzrə də qeydiyyat gedir. İlk olaraq bu proqramın mahiyyəti barədə danışaq ki, kvotadan əlavə iş yerləri ümumiyyətlə nədir və bu proqram haqqında məlumat. Kvotadan əlavə iş yerlərinin yaradılması da yəni eyni kütləyə fokuslanan bir proqramdır. Hansı ki, sosial müdafiə xüsusi ehtiyacı olan və iş tapmaqda çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyası və onların üçün yeni iş yerlərinin yaradılmasını nəzərdə tutur. Kvotadan əlavə iş yerlərinin yaradılması ümumilikdə şirkətlərə öz kvotalarını yerinə yetirdikdən sonra yeni işçilərin Dövlət Məşğulluq Agentliyinin tərəfindən maliyyələşdirməklə işə qəbul olunması, işə cəlb olunmasına imkan verən bir proqramdır. Təbii ki, burada da yəqin ki, müəyyənləşdirilmiş meyarlar var. Kimlər müraciət edə bilərlər? Hansı şərtlərə onlar cavab verməlidirlər? Burada şərtlər yəni əvvəlki məqsədli proqramlardakı kimi kifayət qədər sadədir. Burada əsas məqsədimiz onların öz hesabına, öz vəsait hesabına və ya qanunla qadağan olunmayan vəsait hesabına maliyyələşdirilən mövcud daimi vakansiyaları və əvvəlcədən orada işləmiş əməkdaşları cəlb etməmək şərti ilə olmalıdır. Həmin iş yerləri vakansiya bankında olmalıdır və kvota öhdəliklərini tam olaraq yerinə yetirməlidir ki, kvotadan əlavə layihələrə müraciət edə bilsinlər. Və burada bir dənə istisna edə biləcək istisna olan şirkətə kvota şamil olunmayan şirkətli qurumların işə götürənlərin siyahısı var və məhz həmin işə götürənlər istisna hər kəs bu sahəyə müraciət edə bilər. Yəni ki, kvota tətbiq edilməyənlər bu proqramda iştirak edə bilmirlər. Burada da işə götürənlər üçün üstünlük məsələsini soruşmaq istəyirəm. Təbii ki, korporativ sosial məsuliyyət öz yerində, işə götürənlər sosial cəhətdən həssas şəxslərin məşğulluğuna bir töhfə vermiş olurlar, bir dəstək olmuş olurlar. Başqa nə qazandırır işə götürənlərə? İşə götürənlər üçün bu həm inklüziv iş şəraiti ilə bərabər onlara əmək haqqının 20%-dən 100%-nə qədərini Dövlət Məşğulluq Agentliyi tərəfindən 2 il müddətinə
ödənməsini, təmin etməsini qazancı kimi əldə edə bilirlər. Burada biz əgər saysaq ki, əlilliyi olan şəxslərin öz əlillik faizi nisbətində orqanizmlərinin funksiyalarını itirdiyi faizə nisbətdə 60%-dən 100%-ə qədər, məcburi köçkün və 20 yaşa qədər gənclərin cəlb olunmasında 20%-ə qədər, digər həssas kateqoriyadan olan şəxslərin isə 60% civarında əmək haqlarının 2 il ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən ödənməsi təbii ki, bu bir işə götürən üçün kifayət qədər böyük bir dəstək mexanizmi sayıla bilər. Onda belə başa düşürəm ki, müqavilə ən azı 2 il müddətinə bağlanmalıdır şəxsinə. Müqavilə bəli 2 il müddətinə bağlanır şəxsinə ən azı və həmin vəzifə üzrə maliyyələşmə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir. Salih müəllim, biz bilirik ki, siz də qeyd elədiniz bir qədər əvvəl ki, müəyyən işə götürənlər üzərində kvota tətbiq olunur və onlar həmin kvota yerləri üzrə sosial cəhətdən həssas qrupdan olan şəxslərin işlə təmin olunmasına dəstək olurlar, işə götürülməsinə. Burada əsas əlilliyi olan şəxslərdir, şəhid ailəsi üzvləridir və digər vətəndaşlar hansı ki, bu hissəyə daxildirlər. Əsas fərq burada nədən ibarətdir? Mənə elə gəldi ki, bu proqramlar bir-birinə çox oxşardır, kvota və kvotadan əlavə iş yerləri. Əsas fərqi nədən ibarətdir bəs? Burada nə ilə fərqlənir? Hər iki proqrama baxsaq, kvota ilə bağlı məsələ Nazirlər Kabinetinin 213 saylı qərarı ilə tənzimlənir və bu qərarda işə götürənlər işçilərin sayı nisbətində 5%-ə qədər olan hissəsində 3-5% ortalaması dəyişən və bu sayda işçiləri kvotaya daxil olan sosial müdafiə ehtiyacı olan xüsusi ehtiyacı olan şəxsləri işə cəlb etməkdə bir məcburi xarakterdir. Bu artıq işə götürənin öz vəsaiti hesabına həyata keçirilir və bunun həyata keçirmədiyi halda müvafiq sanksiyalar tətbiq oluna bilər. Kvotadan əlavə iş yerlərinin yaradılması isə könüllü xarakter daşıyır, məcburi xarakter daşımır. Bunu işə götürən könüllü şəkildə eləyə bilər. Bu, onun biznesin inkişafına və həmin iş yerlərin maliyyələşdirilməsi həmin 2 il müddətində müəyyən faizi və ya tam olaraq, kateqoriyadan asılı olaraq Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşməsini nəzərdə tutur. Salih müəllim, hər iki proqram barədə kifayət qədər məlumat verdik və olduqca maraqlıdır. Həm vətəndaşa xeyri var, həm işə götürənə xeyri var. Ümumiləşdirsək, hər iki proqramın əsas məqsədi nədən ibarətdir? Daha çox iş yeri yaratmaq, yoxsa sosial inklüzivliyi artırmaq? Belə deyərdim ki, daha çox iş yeri yaratmaqla sosial inklüzivliyi inkişaf etdirmək və genişləndirməkdir məqsədimiz. Və əsas, yəni hədəf kütləmizdə əvvəldə vurğuladığım kimi sosial müdafiə xüsusi ehtiyacı olan şəxslər və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlarımız əsas məqsədimizdir. Yəqin ki, gələcəyə doğru bu hər iki proqramla bağlı müəyyən planlar var. İndi hər birini təfərrüatlı şəkildə deməsək də, hər ikisinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı nələrsə planlaşdırılırmı? Əlbəttə ki, bu həm hər ikisi əhatə dairəsi və proqramın daha da təkmilləşdirilməsi və inkişafı nəzərdə tutulur. Dövlət Məşğulluq Agentliyi aktiv məşğulluq tədbirlərini dövrə və müntəzəm olaraq yeniləşdirməyə və yeni proqramların icrasına başlamağa və onların təkliflərin verilməsi üzərində davamlı olaraq çalışmaqdadır. Salih müəllim, ümumilikdə sosial tərəfdaşlarla icra olunan proqramlar necə gedir hazırda? Məsələn, ilin sonuna da az qalıb. Artıq bilirəm ki, bir neçə istiqamət üzrə qoyulan hədəfə çatmısınız. Məsələn, əmək yarmarkalarının sayı hardasa 190-a yaxındır artıq və mən bu həftə keçiriləcək yarmarkalara baxdım, gördüm ki, azı 6 yarmarka var. Necə gedir ümumilikdə digər proseslər? Sosial tərəfdaşlarla olan münasibətlərimiz kifayət qədər yaxşıdır və sosial tərəfdaşlarla olan münasibətlərimizdə və bizim onlara təqdim etdiyimiz dəstək mexanizmlərindən daha çox yararlanma və bu prosesdə dövlət-özəl tərəfdaşlığın inkişafında hər iki tərəf, həm özəl tərəf, həm dövlət tərəfi kifayət qədər cəsarətli və uğurlu addımlar atmaqdadırlar və bunun sayəsində də göstərdiyiniz, sadaladığınız istər yarmarka məsələləri ilə bağlı dəyirmi masalarımızla bağlı birgə maliyyələşmə, əmək haqqının birgə maliyyələşməsi ilə bağlı kimi məsələlərdə kifayət qədər irəliləyişlər var və deyərdim ki, biz artıq istər belə deyim, bunu biz hədəf kimi görmürük, biz bunu daha çox genişləndirməyə görürük, amma nəzərdə tutduğumuz bütün məqamlarda bu əməkdaşlıq düşündüyümüzdən daha sürətli formada gedir. Əla. Son olaraq bunu da soruşmaq istəyirəm ki, işə götürənlərə hansı çağırış eləmək istərsiniz? Həm yeni icrasına başlanılan bu proqramlarla bağlı, həm də digər istiqamətlər üzrə.
Əslində işə götürənlərə çağırışımız daha çox hər zaman olduğu kimi birgə çalışmaq, davamlı olaraq əlaqələrimizin gücləndirilməsi, bütün məşğulluq tədbirləri, aktiv məşğulluq tədbirləri ilə bağlı onların məlumatlandırılması üçün bu kommunikasiyalar açıq olmasını istəyərdik və daha çox bunu son dövrlər yüksələn trend olaraq da görürük və düşünürük ki, işə götürənlər bütün bu və digər proqramlarımızdan aktiv şəkildə yararlanacaqlar və bu da bizim onlarla olan əməkdaşlıq imkanlarımızı daha da gücləndirməyə rəvac verəcəkdir. Təşəkkür edirik sizə gəldiyiniz üçün və ətraflı məlumatlar üçün, uğurlar arzulayırıq. Mən də sizə təşəkkür edirəm dəvətiniz üçün və xoş söhbət üçün. Minnətdaram. Belə hörmətli tamaşaçılar, iş saatını izləyirdiniz və biz bugünkü efirimizdə aktiv məşğulluq tədbirlərimiz olan məqsədli proqramlar və eyni zamanda kvotadan əlavə iş yerləri barədə danışdıq. Hər iki proqramla bağlı daha ətraflı məlumatla tanış olmaq üçün Dövlət Məşğulluq Agentliyinin rəsmi saytına dma.gov.az saytına daxil ola və elə elanlar bölməsində ətraflı məlumatlarla tanış ola, eyni zamanda qeydiyyat linkini də orada görə bilərsiniz. Digər məşğulluq tədbirləri barədə xəbərlərimizi operativ öyrənmək və eyni zamanda bizə müraciət eləmək üçün isə bizi sosial şəbəkə hesablarımız üzərindən də izləməyi unutmayın. Növbəti həftə yenə fərqli bir mövzu ilə qarşınızda olacağıq. Özünüzü qoruyun. Hələlik.